Məncə Sabahın bu günləri birinci yerdə olmasının bir səbəbi var. Ən önəmli səbəb odur. O da bilirsiniz nədir? Legioner limitinin yığışdırılması. Məncə çox da ona tam bağlamıram. Mən bağlayıram. Niyə görə bağlayıram? Sən belə deyək də, gəl asaq tökək masaya o asaq sandığı, tökək pambığı. Danışaq. Bax, bu günə kimi. Məsəl üçün, hal-hazırda Sabahda neçə nəfər ilk 11-likdə legioner oynayır? Son oyunda yalnız Aleksey İsayev yerli statusdaydı. Bir nəfər də, düzdür. Elə Qarabağda Elvin Zəhərliyev saysaq bir nəfər. Yalnız Qarabağda Elvin düzdür. Yəni bundan öncəki o çempionatlarda 6+5, 8+3, yəni o hansı ki standart mövqelər var idi, sağ müdafiəsi, ya stoper, ya da orta xəttdən kimsə götürüb qoyurdular Azərbaycanlı ki, yəni bunlar mütləq oynamalıdırlar da, düzdür. Və ən yaxşı yerli futbolçular Qarabağda olduğu üçün, birbaşa millinin əsas heyət oyuncuları Qarabağda olduğu üçün, məncə digər komandalar çətinlik çəkirdilər. Razılaşmıram. Deyim niyə? Qardaş da gülə-gülə gəldi, deyəsən razılaşdılar, gəldilər. Deyim niyə? Ahmet, deyim niyə? Qarabağ bu mövsüm 4 məğlubiyyət alıb səhv etmirəmsə. İkisinin Kəpəzli oyunda, birin Sumqayıtlı oyunda, digəri Sabahlı oyunda. Kəpəzli 2 məğlubiyyət, Sumqayıtda məğlubiyyət. Bu 3 oyunda itirilən 9 xalan legioner limitinə yaxından uzaqdan əlaqəsi yoxdur. Onu üzr istəyirəm. Buyur. O oyunlardakı məğlubiyyət sırf komanda Avrokuboklara daha çox köklənmişdi, xüsusilə Çempionlar Liqasına. Bura bir qədər ciddi yanaşmırdılar və gəl razılaşaq ki, nəinki Qarabağ heç birimiz Sabah komandasının 16 oyunda 14 qələbəsini gözləmirdi. Ümumiyyətlə son illər Azərbaycan Premyer Liqasında belə sabit klub yoxdur. Burada legioner limitinin o futbolçuların demək olar ki 90%-na yaxını legionerlərdən qurulub da, Xanoğlan. Ona görə belədir. Əvvəlki illərdə Sabah komandasında onsuz da elə legionerlər oynayırdı da. Ayaz Quliyev deyək ki, legioner statusunda, yerli statusunda oynayırdı. Ayaz Quliyev onsuz da elə legioner hesab olunur, Rusiya futbolundan gəlib. Aleksey İsayev onsuz da elə legioner sayılır, Rusiya futbolundan gəlib. Xaybullayevin özü olsun, Rusiya futbolundan gəlib. Pasportları var axı. Var, yəni ki oradan gəlmiş futbolçulardır. Digər tərəfdən mənə görə ən böyük faktor nədən ibarətdir? Legioner limiti hansısa mənada təsir eləyə bilər. Təbii ki, təsir eləyə bilər müəyyən qədər. Alternativlərin rahatdır, rotasiyaları rahat eləyə bilirsən, istədiyin heyəti formalaşdıra bilirsən. Mənə görə ən böyük problem Qarabağın Çempionlar Liqasında itirdiyi gücdür. Qarabağ 15 ildə Çempionlar Liqası, daha doğrusu Avrokuboklarda qruplar oynayır. Bu ilki qədər güclü rəqiblərlə qarşılaşıb Ahmet. Bu ilki qədər ağır oyunlar keçirib. Biz onsuz da onu vurğuladıq da. Təbii ki, ən uzun marafonu Qarabağ bu il yaşayıb. Çempionlar Liqasında hətta play-offa yüksəldi və Newcastle-dan 2 ağır oyun. 2 dəfə komanda İngiltərəyə səfər eləyib. Gəzməyə gedəndə yorulursan. Qaldı ki, gedib. İndi mən onu deyəcəydim. Burada Eyvaz Səfərli adlı bir izləyicimiz də yazıb. Çempionlar məncə Qarabağ heyəti, yəni məşqçi heyəti, rəhbərliyi Çempionlar Liqasında yəni bu qədər irəliləyəcəyini düşünmürdülər. Heç kim düşünmürdü. Və ona görə müəyyən bir heyət formalaşdırmışdılar. Yəni təxmin edirdilər ki, hara kimi gedə bilərik. Və mən düşünürəm ən böyük axsamı onunla bağlı oldu. Gəl biz sual verim sənə, amma səbirli cavab ver. Qarabağ oynamır Çempionlar Liqasında. Əvvəlki illər qədər Avropa Liqasında maksimum qrup mərhələsi və liqa ötən mövsüm məsələn liqa mərhələsində sonuncu pilləni tutdu, qayıtdı, erkən qayıtdı daxili yarışlara. Bu il Qarabağ qrup mərhələsində mübarizəni dayandırıb bura gəlsəydi, buradakı nəticələrdə fərq olacaqdı yoxsa yox? Olacaqdı. Bax, məsələ ondadır. Və düşün bu günləri, təsəvvür et ki, 10 xallıq fərq var Qarabağla Sabah arasında. Cəmi 6 tur qalır. Bu kifayət qədər böyük rəqəmdir də, böyük fərqdir. Amma insanlarda nə var? İnsanlarda bir inam var ki, mən məsələn deyirəm Sabah verməyəcək üstünlüyü. Amma şəhərlərdə də görürsən, özündə də bir qığılcım var ki, Qarabağ hətta son 6 turda bu fərqi qapıya bilər. Bu nədən irəli gəlir? Qarabağın gücündən irəli gəlir. Düşün ki, Qarabağ 2 oyunda Kəpəzə məğlub olmasa, bir qədər ciddi, gəl real danışaq da, Qarabağın Kəpəzə məğlub olması bir futbolun möcüzəsi idi də. Bugün bu gücləri yanaşı qoyarsan. 2 dəfə məğlub olmalı. 2 dəfə məğlub olub özdə. 2 dəfə. Və Sumqayıta məğlubiyyəti. Və bu 9 xal bu gün olsa Qarabağ birinci pillədədir yenidən. Və digər məsələ, Qarabağın Sabahla 3 oyunu var. Heç kim sübut eləyə bilməz ki, hər 3 oyunda oyun olaraq Qarabağ geri qalıb. Yalnız 3-3 olan oyunda ilk 25 dəqiqəni çıxmaq şərti ilə 3 oyunun heç birində Qarabağ oyun olaraq geri qalmayıb.
3-3 olan oyunu komanda Newcastle səfərindən qayıtmışdı. Ağır səfərdən qayıdıb Şamaxı ilə oynayıb 3 gün sonra Sabahla oynamışdı. Ağır təzyiqdə gəl razılaşaq ki, Sabah rahat Ona görə deyildi ki, biz heyət baxımından Təbii onlar belə hesablaya bil normal olaraq da, yəni hesablamaq deyəndə amma çıxmısan Çempionlar Liqasına. Gəl özümüzü qoyaq Qarabağ rəhbərliyinin bəs yerinə. o Çempionlar Bunu Liqasında heç kim gözləməzdi. Bəs Yəni mən hamı sənə nə düşünürdü deyirəm? ki, qayıdıb ki, yəni mən nəyi demək istəyirəm? Sabahın fərqlə getmiş oyunda Qarabağ üzərində qələbəsini Sabah daha yaxşı oynamış. 2-1 olduğu və həmin oyunda da bizə qırılma nöqtələri var. Əksəriyyət məsələn tabloya baxır. Bizdə məsləhətin yaxşı bir sözü var. Bizdə daha çox skor analitikidir də, bizdə hesaba baxırlar. Məsələn həmin 2-1 olan oyunu mən yaxşı xatırlayıram. Oyunda masajda stadiondan izləyirdim. Açıb təkrarını da YouTube-dan hər kəs, dəyərli izləyicilərimiz də baxa bilərlər. Montielin zədələndiyi ana qədər həmin dönəm Marko Yankovic ilə bağlı iddialar vardı. Klubdan getmək istəyir. Napoli səfərində bir skandal yaşanmışdı. Qurban arasında münasibətlər gərginləşmişdi. Marko Yankovici ehtiyatda saxlamışdı Qurbanov. Monteli meydana buraxmışdı. İlk yarım saatda Montiel şou göstərirdi. Bildiyin şou göstərirdi. İlk yarım saatda Montiel zədələndi. Komanda 1-0-dur. Hər şey qaydasında. Üstünlük Qarabağda. Montiel zədələndi və yerdə Marko Yankovic oyuna daxil oldu. Mankoda əsər əlamət yox idi. Və Medinanın həmin oyunda buraxdığı səhvlərə baxın. Sırf yenə həmin oyun. Qarabağ futbolçuları Medina bilsən hansı vəziyyətdə çıxmışlar. Yəni bir dənə bu oyun bitsəydi, gedərdi Antalya istirahətə. O havada sınmışlar. Və həmin oyunda dediyim ki, Marko Yankovic sıradan çıxıb Ümid Montielədi. Montiel də zədələnir və ardınca Sabah 2-1 qələbə qazandı. Hoca İldoz Sabahın problemi deyil o. Yox, legioner limitinin də səbəb deyil də. Mən ona gətirdim. Biz legioner limiti ilə bağlı. Sabah üstün oynamışdı da, bu əsəri dəyişdi. Yox, mən nə deyirəm? Medina fikri Antalya'da qalıb. Yox. Yəni bunun legioner limiti ilə də əlaqəsi yoxdur. Mən onu deməyə çalışıram. Mən onu deməyə çalışıram ki, bunun legioner limiti ilə də əlaqəsi yoxdur. Gəlin bu gün qoyaq Qarabağ Çempionlar Liqasında oynamır və çempionata Sabahla eyni qrafikdə hazırlaşır. Fərq olacaqdı ortada yoxsa yox?